Allah Quranda deyir, yəstəmi'unəl qavlə. Siz sözü eşidin, söz sahiblərini eşitmeyin. Bəziləri şəxsiyyətə pərəstiş eləyirlər. Filan kəs deyirsə qəbul eləyirəm. O filan kəsin təsirindədir. Bəzən insan cəmiyyətdə elə insanlar görür ki, bu insanlar bir ömür yaşayırlar. Öz dinini başqasının dünyasına satırlar. O adam dünyasını qazanmaq istəyir. Dinə nərdivan kimi baxır. Onun üçün din nərdivandır. Bu öz dinini onun dünyasına satır. Çünki şəxsiyyətpərəstdir. Çünki o şəxsin özünü dinləyir. Onun sözünü dinləmir. Şəxsiyyətpərəst olandan sonra baxmazsan o nə deyir. Bədbəxt insansan. Sən Allahpərəst ol. Bax o Allahın sözünü deyir ya yox. Allahın sözünü dediyinə görə onun sənin yanında dəyəri olsun. Sən öz şəxsiyyəti və öz nəfsivə pərəstiş eləyirsən. Ona görə də onun özünü sən qəbul edirsən, sözünü yox. İmam buyurdu, "Vənzur ma qal, və la tənzur mən qal." Bax nə deyir? Baxma kim deyir.